Salam əziz və hörmətli ustadlar, xoş gördük. Hər vaxtınız xeyirli olsun. Təşəkkür edirəm, fürsəti mənə verdiniz ki, bir neçə dəqiqə dostların xidmətində olaq. Habelə ustad Nəsibdən də təşəkkür edirəm ki, fürsəti yaratdılar. Biz bugün dostların qulluğunda olaq. Mövzu ki, bu çıxışa təyin olunub, bundan ibarətdir. İran türklərinin əleyhinə olan şuunism, fars şuunisminin tarixi. Yəni, şuunismin tədvin etdiyi tarix Türkçə mövzəsindən nədir və nələrə burada gəlir, əhəmiyyət verir, əl qoyur və onun mövzəsində danışır. Şuunismi farsın əlbəttə xüblisi tapılmağı təqribən qazar vaxtıdır və bir dənə bir sabıqəsi də var şuubi adında ki, tarix boyu elə İranda bu sərəyəndaydı və elit təbəqələr elə azdan çoxdan bir iddiası bu əqidəyə əlaqə göstəriblər və bu uzun müddət gəlib ta yetişib Qacar dövrünə. Burada bir iki amil baş olub təzədən bir də tövlid olar, bir də təzədən üzə çıxar. Biri o şərqşünası cərəyanın təhqiqatının nəticələridir ki, bunun təhrişində əsər qoydu və biri də Farsiyanı Hind və qolu Hindistanın farslarının bir seri təsirləri oldu ta bu bir dənə məktəb ünvanında Qacar vaxtı mətrəh ola və çalışa qüdrəti qəbz eləyə və bu işi də gördü. Əvvəl atımı məşrutə ilə götürür, ikinci atımı 1299 yəni 1920 kudita Rızaxan tərəfindən kudita olunur və üçüncü atım 1304'də olur ki, burada Qacar silsiləsi aradan gedirlər və Pəhləvi dövləti təşkil tapır. Amma indi bu dövrədən sonra bunun müvazəhəsi və üzbəüz olmağı türk məsələsi ilə nəzərinə səyaqdır. Buna mən lazım görürəm bunları deməmişdən qabaq bir dənə bir ayrı ümumi bir söhbət əsən bir 2-3 dəqiqə ərzində və bunu deyəm ki, bu şuunism ki biz ondan danışırıq, bir seri bir kulliyatı və bir seri bir ümdə və əsli siyasətləri vardır ki, bunlara işarə edirəm ta ki, eləm axırda yetişəm o türk məsələsinə. Bu şuunism ki, söhbətini edirik, nasionalism İran adını qoyaq, ya şuunism Farsı adını qoyaq, hər nə. Bunun birinci müşəxəsəsi farsçılıqdır, çox şiddətdə farsçıdır və dayağı farsı dilinədir. Bunların bu keçən yüzildə çalışığı bu idi ki, deyələr farsı dil çox önəmli, çox güclü dildir, böyük bibləsinə bir yurd və qələmrod tərif edirlər, Balkandan başlayırlar, gedirlər Çində qutarırlar və deyirlər bir belə məntəqənin dili farsı idi, heç olmasa farsını irtibati dil ünvanında işlədirdilər. Belə ədəbiyyatını dünyalıq bir ədəbiyyat bilirlər və ondan əlavə etiqadları bunadır ki, çoxlu dillər bundan kəlmə borc alıb və işlədiblər və çox bir əzəmət verirlər farsıya. İkinci məsələ arkaizmidir, yəni bu çox bətər bastancəradırlar və İranda İslam dövründən qabaqçı dövlətlərə və təməddünlərə əlaqə göstərirlər, əlbəttə fəqət Sasani və Həxamənişi, o bizlərlə işləri yoxdur çox. Və bir dənə bir romantik bir baxışları var bu dövrəyə ki, çox o zamanda təqribən İranı çox bir dənə üstün, bir dənə çox işrəfdə bir dövlət və millət görürlər ki, millət orada çox rifahda yaşır və məsələn, böyük memari əsərlər yaranıb, böyük bir elmi hövzələr yaranıb və buna tabi etiqadlar. Sonraki məsələ rasismidir və bunların o ərqiçilik və nijadpərəstlik yaparsınız ki, çox etiqadları bunadır, bəşərin təqribən içində ariyayilər hamısından yuxarı qovumudurlar və bu yuxarı qovumun içində İranlılar da ariyalıların içində seçilmiş bir qovum hesablanırlar ki, yuxarı istedad sahibidirlər, təməddünsözdürlər, bunların mədəniyyatı çox yuxarıdır və belə bir söhbətlər. Ayrı bir məsələ ki, bunlarda gənə eləyə bildik, işarə eləyək və bunların o kulliyyatında və xüsusiyyatında görsənir, ibarətdir mentalismidən, yəni bir cürə zehni gərai və çox bətər təxəyyül və təvəhhüma əlaqə göstərmək və hətta tarixi yazanda da belə bir nəmnə təvəhhümləri tarix yazmaqda da işlətmək və dəxalət vermək ki, bir dənə misal istəsəm deyəm, bunların məsələn istəsələ İran tarixini başlayıb yazala, bu İranla işləri yoxdur. Qədirlər, edirlər bir seri bir üstürəyi vətənlər tapırlar, məsələn, bu bəzi vaxtlar
Pamiri tuturlar bəzi vaxtlar, Hindistanı tuturlar bəzi vaxtlar, Rusiyanın o cənubi məntəqələrini tuturlar bəzi vaxtlar. Bir dənə mübhəm bir yer İran və icadında bir yeri məsələn nəzərdə alıb və oradan, yəni İranın tarixini oradan başlayır. O İranlı ilə ki bu torpaqda yaşır. Sonraki məsələni deyə bildik fərahişəni ya projection, yəni bu şovinismi farisi məmulən öz qovmunun, yəni ariyalar, İranı ariyaları heç cürə mənfi sifətlərə qail deyil və etiqadı bunadır. İranlıların arasında hər nə mənfi sifət görsənsə, bu ayrı qovumlardan, ayrı millətlərdən gəlib yetişib. Məsələn, həyə xəşin mücazatlar bunlar işlədirmişlər, ərəblərdən alıblar. Həyə fərz buyurun, məsələn, xanımlara rəftarları çox, məsələn, pis rəftarmış, məsələn, bunu da ərəblərdən alıblar. Ya çox bağışlayın, əmrət bazı, oğlan bazılıq üzr istəyirəm deməklə. Bunu da məsələn etiqadları bu da Yunanlardan alıblar ya məsələn türklərdən alıblar. Və belə bu cür nəmlə, hər nə xülasə, o mənfi sifət nəmin olsa biləxərə buna bir dənə bir ayrı qovumun adı burada vardı və deyirlər ki, hə, bəli, bu mənfi sifət filan qovumun günahıdır, yoxsa biz bu işin sahibi deyildik. Sonraki məsələ bu ariyayı qovumları, yəni kiçik ariyayı qovumları ki, İranda və İran doğrasında yaşayır, bunlara da çox məhəbbət göstərirlər və bu məhəbbət şamil olur Hindistanlılara, ermənilərə, asurlərə, kütlərə, lorlara, ya birdən hətta alanilərə və ya osetilərə də nəmlə bu şamil olur və bunları özlərinə kiçik və bala qardaş bilirlər. Əlbəttə bu bala qardaş bilmək bir tərəfi buna qəidir ki, burada bir mənfəət axtarma niyyəti də var. Yəni, bunları ki, özlərinə gətirirlər, bir dənə zir məcmə ilə, bundan bir istifadələr də aparırlar. Məsələn, istəyir bir dənə kələməni, istəyir rişəsini billəndirə, bunun o etimolojisini billəndirə, gəlir görür farsıda ya pəhləvdə buna bir rişə tapmadı. Tez, məsələn, axtarır kürdü dilində, erməni dilində bir kələmə tapdı, deyir, aha, bu daha. Bu üçün erməni dilində ya kürdü dilində vardı, bəs bəllərini nə bu farsıdır və beləliklə eləyə bilir. Öz xas rişəşnasını nə eləyə bilir yerində oturdu. Ayrı bir məsələ ki, bunların okulliyat içində biz görə bilirik, ibarətdir bundan, bunların tarixi qaynaqları əl dolandırmasıdır, tarixi qaynaqları dəyişmədir. Fərq eləmir, bu həm yazılı qaynaqlarda üz verib, həm də o deyə bilirik, o qədimdən qalma binalar, qədimdən qalma abidələr və bunlarda da nə azdan çoxdan bu iş olub. Bir qismətini özləri görüblər, bir qismətində o xarici vastanşünaslar və xarici arxaistlər bu işi görüblər, bilələrinə ki, gəliblər və bunların tarixinin xeyrinə o əsərlərdə bir şey dəyişmələr eləyiblər ki, bunlar istəyən məsələlərinə təyidir. Və ondan sonra biz eləyə bilirik, bu anti-ərəb olmağı işarə eləyək ki, bunların təqribən o etiqadlarından bir dənə də çox gözə gəlir, anti-ərəb olmaqdır ki, bunun da müxtəlif illətləri var. Zamanımızın azlığına görə də mən illətlərə icazənizlə burada keçmirəm. Və sonuncu məsələmiz bu qismətdə anti-türk olmaqdır ki, bizim danışığımızın əsli mövzusu bundan ibarətdir. Amma niyə anti-türkdürlər, xub təbiətən bir dənə əsl illəti budur ki, o zaman ki, bir dənə fars şovinist, başqa uzur, tarixə baxa bilmir. Yəni, görür elə nə mənə orada əzəmət var, nə mənə qudrət var, nə mənə hakimiyyət var, hamısı türk əlindədir və bunun məxsusən İslam doğrasından bu yana qovumunda elə biz əzəmət ilə bir qudrət görə bilmirik. Nəhayətdə bu əlbəttə bir dənə illətidir. Neçə illət var, mən bu bir dənəyə feylən elə üçlü feylirəm və deyirəm elə keçim o əsli mövzulara və o məsələlər ki, bunlar kulla halda gəlirlər və türklə üzbəyiz olmaqda bunlar nəzərdə alırlar. Biz bunların bu rəftarlarını eləyə bilirik bölək neçə yerə. Yəni bir şovinismin tarix boyu türkə görə və üzbəyiz olmağı məhsurdur. İkinci, şovinizmin indiki çağdaş dövrədə türkünlə nəzr üzbəyiz olur və üçüncü, şovinizm türkü dilindən nəzr üzbəyiz olur. Mən bunların hərəsində bir neçə bəndə işarə edirəm və çalışıram bir sürətlə rədd olan üçün vaxtımız bundan artıq biləmizə icazə vermiş. Şovinizm
və anti-türk olmaq tarix hövzəsində nəmnələrdən dif edir, nəmnə sözlər danışır. Bir neçə bəndidə, neçə nöqtə bu mövzuda xidməticə ərz edir. Biri budur ki, bunların etiqadı budur, tühlər tarix boyu bir dənə bir ziddi təməddün bir qovumudurlar. Yəni bunlar hər yerdə bir ediblər, alıblar, qoşun çəkib alıblar. Orada təməddünün nişanələri oradan aparıblar. İndi müxtəlif təməddünün cəmbələrindən fərz buyurun. Mimari zatlar, abidələr, ya bir fərz buyurun kitabxanalar, ya hər nə şey buna, şəhərlər, qəl'ələr və bunun tabi. Xülasəsi budur ki, bunların baxışında türk tarix boyu belə bir nəqş oynayıb. Yəni təməddünləri aradan aparan. İkinci məsələ budur ki, türkün təməddün yaratmaqda nəqşi yoxdur. Yəni baxışı budur ki, türkün bir dənə sadə, bir dənə çadırda yaşama, bir dənə çöldə yaşama və bir dənə maldarlıq zinəcanlığı var və bunun elə bir düğün sıqqını yoxdur bu zinəcanlığın, bu təməddünü başa düşənmir, düşünənmir və nəhayətdə təməddün də yaratmayıb. Yaratmayıb üçün o qabiliyyət biləsində yoxdur. Üçüncü məsələ ki, işarə eləyə bilirik, yazılan əsərlər. Yəni etiqadları budur, farsı dilində çoxlu yazılı əsər İslam dövrəsindən bu yana var idi. Çoxudur, amma bunların çoxunu türklər aradan aparıb. Və bizə o farsı kitablar ki, qalıblar, ondan ki, əsli idi, onun məsələn fərz eləyin 5-dən biridir, fərz eləyin 4-dən biridir, məsələn budur. Yəni etiqadları budur, bunların yazılı kitablarını və yazılı qaynaqlarını türklər aradan aparıblar. Əlbəttə bunu fəqət türkə demirlər, bunu ayrı qohumlara da bunu azdan çoxdan atırlar boyunlarına. Məsələn, etiqadları budur, İskəndər ki, gəldi, təxt Cəmşidi aldı, orada Əbistanı aradan apardı, yandırdı, neynədi. Və indiki Əbista qalıb, bizə naqı surətə qalıb üçün İskəndər o işi gördü və görməsəydi, bəli, Əbistanın kökü qalmışdı. Yaxı, bir dənə böyük bir məpəs asıblar, məsələn, İranda İslam doğrundan bu yana müsəlmanlar İrana gələndən sonra kitab yandırma bəhsi. Burada da deyirlər, bəli, bizim Bollu, Pəhləvi dildə, Sasani vaxtından bizə kitab və yazı yetişmişdir ki, ərəblər bunların hamısını aradan apardılar və ona görə Sasani doğrundan çoxlu bizim indi sənədimiz və qaynağımız əldə yoxdur. Xeyr, bu yöndən də gəlirlər, İslam doğrunda deyirlər, bəli, İslam doğrunda çox yarandı, amma bunların da çoxunu türklər aradan apardılar. Bilmirəm belə, fəqət niyə bu həmlə eləyən qovumlar fəqət İranlıların bu, Yafaslıların bu əsərlərini aradan aparmışlar və məsələn, niyə bu oyun Yunanın başını gəlməyib, niyə məsələn, fərz buyurun birdən Hindin başını gəlməyib və ayrılar. Ayrı məsələ ki, biz eləyə bildik, ona işarə eləyək, ibarətdir bundan ki, bir dənə bunlar bir bəhs asıblar, türk qullar,ğulamanı türk və etiqadları budur, türkün İrana gəlməsi əvvəldə ya qulumuş, bərdəymiş, alım-satım olunmuş, ya şənizmiş, ya xeycənglərdə biz bilələrlə biz əsir tutmuşuq, ya məsələn bizim sərdarlarımıza, şahlarımıza ayrıları töhfə veriblər, hədiyə veriblər. Ya da biz bilələrini sərbaz, yəni hərbi işlərimizə bunları, məsələn, deyək, muzdur tutmuşuq, hərbi muzdur. Yəni deyir, türkün əvvəl İrana gəlməsi bu cürüdür və uğlamıdırlar, quludurlar, yaxşı. Bəs ondan sonra da nəmnə gəliblə elə bu cürdürlər. Gülməlisi budur, bunların bəzi şəplərində, misal üçün istəsəm deyəm, Zəbiyullah Səfanın bir qalın qayım tarix ədəbiyyat yazıb, orada hər yerdələrĞulaman-ı Türk,Ğulaman-ı Türk. Elə bil, məsələn, buĞulaman-ı Türk deməkdə biraz özünə təskinlik axtarılmış. Deyir, hə, filan kəs, məsələn, Xurasanın hakimi idi, ammaĞulamıdır,Ğulamı filan kəsidir. Ya məsələn, bir dənə fərz elə Türk şah bir sərdarı yollu filan məntəqəni almağa. O sərdarın adına deyəndə, bəli, məsələn, adı, məsələn, misal deyirəm bunu, əlbəttə, eynən bu da. Altıntaş Məsud Qəznəvinin sərdarı idi, məsələn, bunun baxışından bir Qulamdır, Xarəzmin hakimi olurlar. Ya görürsən, deyir, filan Qulamı Türk, filan yerdəydi, 10.000 nəfər də sərbazı vardı. Məzur Qulamlıqdır ki,
10 bin nəfər bunun sərbazı var. Ya xeydi bir yer, filan yerin hakimidir. Filan yer nə qədərdir? 500 min kilometr müvəffəqəmən filan yerin müsaitıdır. Buranın hakimi də amma qulamdır. İndi bu niyə bu işi görüblər, mən fikir edirəm, elə şahid elə vaqiyyəti də budur. Ərəblər bunlara İslam doğrundan bu yana qulam, başlayın, məvali ad verdilər və məvali üç kəlmədir ki, həm müsbət mənası var, həm mənfi mənası. Burada məvali ki, veriblər, yəni, məsələn, İranı qulları, İranı qulamları, İranı nökərlər və buna tay. O sillə ki, ərəb bunların qulağına yamayıb, burada gəliblə çalışıblar, kitablarda bunu da Türkün qulağından vurarlar və orada bizə rüzləyəni, bu cür məsələn, o xiffəti ki, ehsas elirlər bilələrini qabağa gəlib, aradan apararlar. Ona xatir bunların yazılarında biz çox bu kələmə ilə üzbəyiz oluruq ki, belə. Sonraki məsələ ki, eləyə bilək, işarə eləyək budur ki, bunlar tarix boyu hər bir mənfi vaqə ilə üzbəyiz olurlar. Onun yanında tez bir dənə türkü də gətirirlər. Ya bir dənə türk şah, ya bir dənə türk sərdar, ya bir dənə türk silsilə. Misal üçün istəsən deyəm, məsələn, bir dənə kitab çıxmışdı, bir zaman Hindistanda çap oldu, Bəsatir adında. Ki, bir dənə özündən bir qondarma bir dil çıxartmışdı, bir şey kəlmələr düzəltmişdi ki, nə farsıdır, işəsi vardı, nə pəhləvidə vardı, amma biləxərə çıxartdı və birlikdə də bunun lüğətlərini inandılar. Çün özləri də bilirdilər, bu bir dənə cəli bir zatdır, gəldilər neynər. Məsələn, fərz buyurun ayı İbrahim Purdavud bu kitabdan danışanda deyir, hə, bu kitab Burkaniyan Hindin zamanı yazıldı, çoxlar da bütün silsilədir. Yəni, ehtiyac istəmir o mövqeyə tarixsini biləndirək, məsələn, hansı silsilə, hansı şahın vaxtı. Bəlkə biləhini bir cürdür ki, yəni, məsələn, onlar günahkar edirlər, bunun nə tapılmasınlar. Ya xeyr, bunun İranda yayılmasının günahı Səfəvilərin boyundadır. Çünki Səfəvilər vaxtı İrandan gəldi bu kitab. Gəldi də bu Səfəvilər neynəsin? Kitab da orada yazılıb, məsələn, orada gəlib. Yoxsa, ya birdən bəzi kəlmələrin dağılması, işlənməsi Nasirəddin Şah vaxtı oldu. Nə dəxli var? Nasirəddin Şaha nə dəxli var? Ya xeyr, görürsünüz, bəzi pis bir xüsusiyyatı birdən, məsələn, istillə deyələ, hə, yanında birdən fərz elə çox bağışlayın, Qulanbazlıq. Qulanbazlığı istəyir deyəndə hətmən gərək onun yanında məsələn Sultan Məhmud Qəznəvinin də adını gətirirlər. Nəmlədən ötürü ilə buna xatir ki, nəmlə bir günahkar şeyə türüşlüyün nəmlə taparlar. Ayrı məsələ ki, işarə elə bildik, tarix bulublar türk barəsində nəzərdə alıb və yaz qılağında rayət ediblər. İbarət bundan ki, bəzi türk silsilələri ayrıların adına müsadir ediblər. Lap aydın misalı bunun Əyyublərdirlər. Əyyubləri xublar gətirib Kürd mərif eləyiblər bir halda ki, bunlar türk bir silsilədirlər və adları da bunu göstərir, tarixləri də bunu göstərir, fərz buyurun. Kürdü də onda bir dənə bir kələmə idi ki, o bir cürə yaşayışa itlaq olunurdu. Nə o indi etniki mənada. Amma da onu elə bir dəfə, elə bir kitabda görüblər bir dənə Kürd olan barəsində işlənib, elə bunu dərbəst bağışlayıblər Kürdə. Ya məsələn, Əşqanilərdə də biz bunu görürük. Əşqaniləri, bunların bəzi yazıçıları etiraf edirlər ki, bunlar türküydü. Amma xeyr, gəlir görürsən bu silsiləni, məsələn, İranı Bastan və buna tay Bastan dövrəsinin tarixini yazanlar, bunlar da deyilə bər, bunlar Ariyayının bir şöbəsi idilər və parti idilər. Yaxşı. Bu var, bu iki dənəni misal üçün ərz elədim və axır məsələ bu huvzada, yəni tarixi bəhslərdə ibarətdir bundan ki, bunlar hər türk şahın yanında bir dənə də vəziri İranı mətrih edirlər. Yəni etiqadları budur, çünkülər məmləkətdarlıq başarmırdılar, bunlar elə fəqət elə dağda daşda da var, madlavar yaymışdılar və siyasət bilmirdilər. İranda hər yerişi alsaydılar, orada bir dənə İranı vəzirdə, gətirib özlərinə vəzir qoyaydılar, bunların məmləkətini idarə eləyək üçün özləri başarmırdılar, özləri itilatları yoxudur, hökmranlığa görə və məcbur qalıdırlar, bu vəzirlərə pənah gətirirlər və biz onları dolandırırdıq, biz onlara məsələn öyrədirdik ki, nəmlilərlə beləmək. Yəni, görürsünüz, nəmlə bu məsələlər vardılar və hər vaxt tarix yazsa, biz təqribən hamı bunların tarixçilərində, ya hətta ədəbiyyat ustadlarında çıxıb
qələm əhli ilə kitab yazıblar. Məsələn, siz Səbşinasi Baharda da bunu görürsünüz. Tarix ədəbiyyat Zəbullah Səfədə də bunu görürsünüz. Ya fərz elə İbrahim Purzaovunun lüğəvi bəhslərində də bunları görürsünüz və mütəssifən elə bunların ilə səbkiləri buyud. Keçək ikinci hovzaya. Şovinism və anti-türk olmaq hansı hovzada indiki müasir dövrədə? Yəni, indi bu şovinismin üzbəyiz olmağı türkçü dillə və türkçünlə nəmlədir. Xob, o zaman ki, bunlar qüdrəti 100 il bundan qabaq əllərinə saldılar, o zamandan bu yana çalışıblar Azərbaycanın qüdrətinin günü-gündən artıq zəifləşdirirlər. Azərbaycan biləxərə paytaxt olmağı, yəni ikinci paytaxt olmağı əldən verir. Və tüm mərkəziyyət İrandadır, hər nə Təbrizdən gələrdi, yaylardı, İran ayrı yerinə, bu da kənardan gedir. Ha belə məşrutə və məşrutədən sonra Azərbaycan çox tələfatlı illəri idi və bu məntəqənin çoxlu fikir sahibləri və çoxlu adlı millətdən qətliam oldular və böyük bir sədəmələr də idi. Bu sədəmə həm insani uzada idi, həm iqtisadi uzada. Və bir sürə təminat da var idi. O zamandan ta günü-günə kimi Azərbaycanı günü-gündən artıq zəifləşdirmədə ki, bu ilə əməl olub biləsinə. İkinci məsələ Azərbaycanın o dili idi. Yəni etiqadları buydu. Bu türkçü dil İranda bir dənə vəhdəti aradan aparan və məmləkətin bütövlüyünü təhdid edən bir dildir və siz gərək fədakarlıq eləyəsiniz və buna görə ki, bizim birliyimiz aradan getməyə və buna görə ki, bizim o bütövlüyümüz, ərzi bütövlüyümüz xətərə düşməyə, siz gəlin fədakarlıq eləyin və bu dili qoyun qırağa, yoxsa onda bir çarə qalmır ki, biz özümüz sizi bu fədakarlığa məcbur eləyək ki, əlbəttə elə bu işi də görüblər və çox çalışırlar ki, bir istihalə, dil istihaləsi bu iyalətdə və kullən İranın türk cəmiyyətində yaradılır. Sonraki məsələmiz ibarətdir bundan ki, kullən türkçü dilin hamı ictimai-siyasi huzələrdən, hamı mədəni huzələrdən ixrac olunur. Yəni, türkçü dil fəqət evdə, küçəpazada danışılır. Nə mədrəsəyə yolu var, nə danışqaha yolu var, nə idarə sistemə yolu var və nə kitab, nəşriyə və bunlar atay. Yəni, türkçü dil fəqət elə gəlib, məhdud olub evə, məhdud olub fəqət danışığa və bilirsiniz ki, bir dənə dil bu şəraitdə çox davam eləyə bilməz. Sonraki məsələ ibarətdir bundan ki, bu indiki yəni şovinismin o baxışlarında bir dənə bir mənfi bir baxış türk dövlətlərə var. Və bu türk dövlətlərinin içində əlbəttə hamısına şamil olur, amma artıq məhəbbətləri, bu şovinist ağaların məhəbbətləri və hətta şovinist xanımların Türkiyənin Azərbaycanadır və etiqadları budur ki, məxsusən Türkiyəyə baxışları budur ki, elə bil rəhmətli Döktür Heyətin bir sözü var, deyəydi bunlar Türkiyə ilə üzbəyiz olmaqlarında da Aycan Napoli onu rəftar elə, yəni elə etiqadları budur ki, elə Türkiyə tamam işlərini ötürüb və fəqət elə İrana, Tuğtaya və nəqşə çəkməkdədir. Azərbaycanda elə bu məsələ idi, Azərbaycanın adına çox etirazları var, deyildi, ora məsələn gərək bir adçı qoya bilərdilər, ibarət olardı, Əran qoyarlar, ya fərz elə Şirvan qoyarlar, ya hətta ki, Əştasfi qoyarlar, amma Azərbaycan oranı tutmurdu, şamil olmurdu arazdan, bu tay Azərbaycandı, o tay o ad biləsinə düz dəyildi. Ayrı bir mövzular da var, amma da mən xülas edirəm və bu az misallara istifa edirəm. Və keçirəm söhbətimizin axır qismətinə, şovinism və türkçü dilinin özü. Özü ki, biri üstə deyildi və burada da bunu bir dəfə təkrar edirəm, bir iki-üç kəlmə artıqdır o zihlə ki, türkçü dilin qadağan olmağı təqribən rəsmi surətə 1309-da oldu. Yəni, bu zaman bir dənə bir bəxşinamə İran hər yerinə getdi ki, buradan bu yana nə mənə dəst demək, yəni oxumaq və oxutmaq, hamısı gərək farsı dili ilə olar və bu dil, bu qanun əmələn elə fəqət türkünün əleyhinə idi. Niyə üçün o bir dillər tədrisi yoxudur və o bir dillər rəqib hesablanmırdı farsıya. Əmələn bu elə fəqət türkünün əl qolun bağladı. Sonraki məsələ ki, indi gənə türkçü dilin əleyhinə bunlar çox biləsin, tişrar edirlər, budur ki, türkçü dil çox bir zəif dildir, lüğət nəzərdən ayrı dillərə bağlıdır. Ədəbiyyatı yoxdur, ulum ədəbisi yoxdur, kitab bu havzada yazılmayıb və
Bu dil elə bir dildə, dünyada da etibarı yoxdur və siz elə yaxşı da elə bunun nədir bu dildən. Göz örtəsiz ta gələsiz bu yandan Farsıya ki, çox bir böyük dünyalıq və əzəmətli dildir. Gələsiz bunu götürəsiz, əvəzi türkcə danışmaq. Sonraki məsələ ki, işarə eləyə bilirəm biləxərə, bunlar indi bir dənə də bəzi vaxtlarda şələ görürlər feylən türkü aradan getmiş, gəlirlər və üzrə hibridi türküdən dəfə edirlər və onu təbliğ edirlər. Onu deyirlər türkü İranı, ya Azəri İran adını qoyurlar. Yəni bir türkü ki, onun %80-90-ı ayrı dillərdəndir, Farsıdan, Ərəbidən, İngilisidən qatılıb və məsələn, axırda bir dənə feyli fərz buyurun türküzə gəlir. Xub, bu dildən də feylilə və indi məsələn, məmulən olar ki, bir rəsmi işləri də var elə türkü olsalar da elə bu cür bir hibridi türkü ilə gərək danışırlar, nə xalis bir türkü ilə. Axır söhbətimiz Fərziyə Azəri idi ki, onu da o zaman ki, Kəsrəvi yaratdı. Əmələn bundan ötürüdür ki, ispat eləyə Azərbaycan bundan qabaq şu türk ola bir dənə dili vardı Azəri adında. Bu Azəri məsələn Tali sözcüklər, Lore, Kürdü bunlara tabi bir dilidir və Fars dili ilə bir ailədənidir ki, sonra türklərin bura gəlməyə bahis oldu. Bu dil yaddan çıxar, türkü bu məntəqədə yayıla. Ona görə bu türkü bir dənə özcə dildir, bu bir dənə xarici dildir. Bu gərəkçədə və təzədən bir dənə İran dil bunun yerinə oturar. Bu Azərinin fərziyəsini mətrəh eləməyin əsası buyudur ki, bir dənə bir iqnai bir rəviş götürər, bir dənə iqnai bir yol götürər ki, deyə, mənə məsələn, bu istəsəm də deyəm, yox, niyə mən dilimi qoyun verə deyək, sən düzünə baxsan, sən İranlı idin, sən xalis İranlı idin və Azəri dildə danışırdın ki, Farsı ilə bir idi, bir müddət bunu yaddan çıxardıbsan. Biz fəqət indi bir dənə onun xanavadasını, onun ailəsindən bir dənə Farsı dili gətiririk və sənə deyirsən buna görə ki, bütün İranlılığı ehraz eləyəsən, gəlsinən və bu dillə danışın. Hörmətli ustadlar, bağışlayasınız, mən indi bilmirəm də zamanımıza görə bir sürətlə danışdıq. İndi nə qədər sözümüz yetirəli idi və istifadə eləməli idi, onu siz qəzabət eləyəcəksiniz. Üzr istəyirəm və sizin diqqətinizdən təşəkkür edirəm. Allah razı olsun, çox sağ olasın.